Uca Allah Quran-ı Kərimdə buyurur: Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə. Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə, sonra onu izah etmək də sözsüz ki, bizə aiddir. Əl-Qiyamət surəsi 16-19-cu ayələr. Bu ayənin sonunda gələn sonra onu izah etmək də sözsüz ki, bizə aiddir ayəsi Peyğəmbərin sallallahu əleyhi və səlləm ayələri izah etməsi və ayələrin izahını insanlara başa salmasına aiddir. Peyğəmbərin izahı da günümüzə qədər qorunub saxlanılan səhih hədislərdədir. Hədislərin vəhiydən olması isə Allahın həmin izahları öz üzərinə götürməsi və izah edəcəyini deməsi o izahları da qoruyacağı anlamına gəlir. Əgər kimsə səhih hədislərin qorunmadığını söyləsə, artıq Allahın bu ayəsini yalan saymışdır. Şübhəsiz ki, zikri biz nazil etdik, əlbəttə biz də onu qoruyacaq. Əl-Hicr surəsi 9-cu ayə. Allahın öz Peyğəmbərinə vəhy etdiyi sünnəni qorumasa və bu məlumatlar itib getsə, biz Qurandan necə faydalana bilərik? Quranın mənalarının Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, tərəfindən açıqlanması dindəndir və Allah tərəfindən qorunur. Onların qorunmadığını iddia edən Allahın bu dinini tamamlamaqla əlaqəli ayələrini inkar etmişdir. Uca Allah dinin tamamlanmasını Peyğəmbərin ölümündən bir qədər əvvəl nazil etmişdir. Bugün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Əl-Maidə surəsi 3-cü ayə. Yəni, Peyğəmbər hədislərlə insanlara Quranı izah etmiş, ölümündən qabaq isə Uca Allah onun izahının tamamlanmasını Quranda bir daha qeyd etmişdir.